Salam, yəbnə Resulullah. Selamun aleyküm. Xoşhalam ki, sizi salamat görürəm. Məni salamat görüb narahat olmuşsan? Narahat? Hə, mənim narahatçılığım? Huşam, Əbasət, çıxın. Deyin, heç kim mənlə Əli bin Müsərrizanın söhbətinə mane olmasın. Buyurun. Keçin, əyləşin. Oturmağa gəlməmişəm. Əziz əmi oğlum. Məndən nə istəyirsən, Harunun oğlu? Mənlə könülsüz danışırsan. Səni atanın adıyla çağırdım. Atanın adını eşitmək səni narahat edeyim. Yox. Amma mənim adım Abdullah. Künyəm Məmun. Mənsəbim də müsəlmanların xəlifəsidir. Xəlifə olmağınla çox döyünmə. Sənin xilafətin sikkələri uşaq oyuncaq olmaqdan savayı bir işə yaramayan xilafətdir. Yəbnə Resulullah, bugün halınız həmişəki kimi deyil. Bugün mənim taleyim həll olunacaq. Nədən danışırsınız? Allahın mənim üçün yazdığını ləyaqətlə qarşılamağa hazır olmağımdan və əcdadlarımın bu barədə dediklərinin bugün həqiqətə çevriləcəyidir. İlahi və Rəbbim, sənin huzurundayım. Qürbət Tuz torpağında xitab edirəm sənə, eşitmədi. Əzizəm oğlum. Əzizlik özün üçün qalsın. Sözünü açıq-aşkar deyil. Mənim sizdən gizli heç bir sirrim yoxdur. Sirrin yoxdur. Yəbnə Resulullah. Cəsarətini harda itirmisən ki, rəngin belə qaçıb? Yox, elə deyil. Beynindəki nə fikirlərdir ki, sifətini belə rəngdən rəngə salır? Mənim beynimdə heç bir hilə yoxdur. Vəzirinin qanı hələ qurumayıb. Qatillərindən qisas alındı. Amma görürəm ağzı qanlı cəllad təşnədir hələ. Deyəsən yolun sonuna çatmışıq. Yolun sonuna? Kimin yolu? Bizim hər ikimizin. Səhv edirsən. Səndən mən heç vaxt bir yolun yolcusu olmamışım. Elədir. Sizin yolunuz əvvəldən ayrı olub. Mədinədə əhl-i beytinizə demişsiniz ki, vida anında ağlasınlar və nalə çəksinlər. Demişəm, elə ağlasınlar ki, elə bil axirət səfərim üçün ağlayırlar. Elə bununla da səfər öz xoşunuzla çıxmadığınızı hamıya anlatdınız. Möminlərə dedim ki, rəhbərinizi gedər gəlməzə aparırlar və onların şivəninin hər qətrəsini taziyanə kimi sənin xilafətinə çırpdım. Bütün səfər boyu cəmaatla söhbətlərinizlə onların qəlbini öz məhəbbətinizlə sirab etdiniz. Bu qövmün xəmiri əhl-i beytə məhəbbətlə yoxdur. Bu görüşlərdə cəmaat məndən Peyğəmbərin ətrini duydu. Nişapurda əcdadlarınızdan hədis söyləyib dediniz ki, La ilahə illallah mənim möhkəm qalamdır. Kim bu qalaya daxil olsa Allahın əzabından amanda olacaq. Mən bu hədisi eşitdim və onun zikrində heç bir çətinlik görmürəm. Çünki tamam kamal eşitməmisən. Doğrudur. Eşitdim, sonra demişsiniz ki, bunun bir çox şərtləri var və mən onun şərtlərindənəm. Ümmətimə dedim ki, Harunun oğlu azğınlıqdadır. Mənim yolum imamlıqdır və Məmunun verdiyi heç bir vəzifə bizim imamətimizə layiq deyil. Vəliyyətliyi qəbul eləmirdiniz. Sonra bir şərtlə razılaşdınız ki, xilafət işlərinə qarışmayacaqsınız. Bu hərəkətinizlə bizi elə müsibətə giriftar elədiniz ki, ondan xilas olmaq mümkün deyil. Fikirləşirdin ki, Peyğəmbər nəslinin arxasında gizlənə biləcəksən? Xəyal edirdin ki, mənim adımla
xilafətə din libası geyindirəcəksən və xilafət qüdrəti ilə cəmaatın qəlbindən imamət məhəbbətini siləcəksən. Mən səhv eləmişəm. Amma bu keçdi. Məmunun səhv eləmək fəsli başa çatdı. Sən hələ də səhv yoldasan. Yox. İmamət gəminizi mənim səhvlərimin yelkəni ilə daha sürə bilməyəcəksiniz. İstəmirəm əlimi Peyğəmbər evladının qanına batıram. Amma çarəm yoxdur, məcbur etsəz. Ata, sənə zəhər içirdəndə çöhrəni işıqlandırmış təbəssüm məndən əsirgəmə. Qəblə Resulullah, iç. Daha taqətim qalmayıb. Bunlar şirəsini əgər içməsəz saraydan çıxa bilməyəcəksiniz. Ata, sən bu camla Harunun zindanından xilas oldun. Mən də Məmunun qürbətdəki sarayından. Məlinin və cəddim Peyğəmbərin görüşünə gəlirəm. Əlimdən tut. Əlimdən. Qurtardı. Artıq bu acı nar şirəsindən bir qətrə də qalmadı. Amma bunun sənə heç bir xeyri olmayacaq. Sən yenə də səhv elədin. Eləməmişəm. Burada heç bir səhv yoxdur.
Qoymayın bu sir gizli qalsın. Bizimkilərə de ki, نسأل الدار التي خف أهلها متى عهدها بالصوم والصلاة وأين الأولى شطت بهم